Elhamdülillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Deməli, bir sual göndərilib. Sualda deyilir ki, siz sələflər, əhl-i sünnə, 12 imamı qəbul edirsiniz ya necə? Ümumiyyətlə, bu barədə biz çox danışmışıq. Vaxt aşırı bu mövzuya qayıtmışıq və bu barədə geniş məlumat almaq istəyən o dərslərə qayıda bilər. Lakin qısa olaraq onu deyə bilərəm ki, əhl-i sünnə, sələflər 12 imamı qəbul etmir. Nəinki əhl-i sünnə, ümumiyyətlə, heç bir İslam firqəsi, ümumiyyətlə, İslam ümməti ümmət olaraq belə bir əqidəni qəbul etmir. Yəni, Allahın dinində, Allahın kitabında, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində, İslam şəriətində 12 imam adlı bir əqidə yoxdur. Heç vaxt olmuyor. Bu, Şiə məzhəbinin tarixdə özlərindən uydurduqları bir əqidədir. Və biz deyəndə ki, biz 12 imamı qəbul etmirik, yəni onları şəxs olaraq yox, şəxs olaraq qəbul edirik. Yəni, məsələn, kim Əlini qəbul etmir? Əli, övladları Həsən, Hüseyin, Peyğəmbər sallallahu aleyhi və səlləmə əhl-i beytidirlər. Allah Rasulü aleyhissalatu və sələmin sahabələrindən olublar. Əli 4-cü Raşid xəlifədir və onların övladları salih insanlar olublar. Öz zamanlarında bəziləri alim olublar, xüsusən Zeynul Abidin, Muhammed Baqir, Cəfər Sadiq və Əhl-i Sünnənin kitabları onların sözləri ilə, kəlamları ilə, fətvaları ilə doludur. Yəni, şəxs olaraq onları qəbul edirik və onları qəbul edirik deyəndə məhz 12 yox, belə bir rəqəm yoxdur. Onları və onların qardaşlarını, yəni biz Muhammed Baqiri qəbul ediriksə, qardaşı Zeydi də qəbul edirik. Və belə. Lakin əqidə olaraq 12 imam əqidəsinə gəldikdə, belə bir əqidədən Allaha sığınırıq. Yəni, Allahın dinində belə bir əqidə yoxdur. O xristiyanlarda ki var, 12 apastır, 12 həvari, belə bir əqidə İslamda yoxdur, 12 imam. Bu, bayaq dediyim kimi, Şiə məzhəbinin uydurduğu bir əqidədir. Ona görə elə Şiə məzhəbi özü imamların vəsfi, onların təyini, onların sayında ixtilaf ediblər və onlarla firqələrə bölünüblər. Səbailər, Keysənilər, Fəthilər, Vaqifilər, Zeydilər, İsmaililər, Cəfərlər və qeyriləri. Yəni, 3 imam əqidəsində olan Şiə firqəsi olub. 4 imamçı, 5 imamçı, 6, 7, 8 imamçı, 9 imamçı, 12 imamçı, Cəfərlər kimi. 13 imamçı əqidəsində olan Şiələr olub. Və bu barədə Şiə kitablarında nə qədər hədislər varid olub. 15 imam, 20 imam, ümumiyyətlə, imamların sayına hədd qoymayanlar olub. Və Şiələrin özlərinin bu məsələdə ixtilaf etmələri və bu cür onlarla firqəyə bölünmələri özü dəlildir ki, bu Allahın dinindən deyil. وَلَوْ كَانَ مِنْ غَيْرِ عِنْدِ اللّٰهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا. Necə ki, Allah Azze və Cəllə buyurur ki, əgər bu kitab Allahdan qeyrisi tərəfindən olsaydı, siz onda çoxlu ixtilaflar, ziddiyyətlər görərdiniz. Və ona görə bu barədə yazılmış mənbələrə müraciət etmək kifayət edir. Hətta Şiə mənbələrinə, yəni Şiə firqələri ilə əlaqəli qədim Şiə alimlərinin kitabları var. Məsələn, Nubəxtinin Firaq-ı Şiə, Şiə firqələrindən bəhs edən kitabdır və o kitabda bu dediklərimizin hamısının şahidi ola bilərlər. Şiə məzhəbinin mötəbər rical kitablarından birisidir. Ricalün Nəcəşi, məndə olan nəşr, Müəssisətün Nəşr-i İslami. Bu nəşrdə 440-cı səhifədə Hibətullah İbn Əhməd adında qədim Zeydi Şiə alimlərindən birisinin bioqrafiyası qeyd edilir və qeyd edilir ki, ləhu kitabun fil imamə və onun imamət barədə kitabı da olub. Məsələn, bu Şiə alimi burada da qeyd edilir ki, və zəkra ənəl əimmə 13 ma'a Zeyd ibn Ali ibn Hüseyn. Bu Şiə alimi Hibətullah ibn Əhməd qeyd edirdi ki, imamların sayı 13-dür. 12 yox. Yəni, bu Cəfərlərin dediyi 12 imam, bir də Zeyd ibn Ali. Zeynul Abidinin o digər oğlu, Muhammed Baqirin qardaşı, Zeydlə birlikdə 13 imam. Və təbii ki, o bunu deyəndə, yəni bunu yatıb yuxusunda görməmişdi. Hansısa bir əsasa, dəlilə dayanaraq bunu deyirdi. Ona görə burada qeyd edilir ki, وَاحْتَجَّ بِحَدِيثٍ فِي كِتَابِ Süleym İbn Qeys Əl-Hilali. Və o bunu deyərkən
Süleym İbn Qeys Əl-Hilalinin, bu da qədim şia alimlərindəndir, onun kitabında gələn bir hədisə isnad edirdi. Həmin hədis hansı hədisdir? Burada qeyd edilir. Həmin hədisdə deyilir ki, güya Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, İnnəl əimmətə isnə aşar min vələdə əmirul müminin aleyhissələm. İmamların sayı möminlərin əmri Əli əleyhissalamın övladlarından 12 nəfərdir. Yəni Əli ilə birlikdə 12 nəfər yox. Əli və onun övladlarından 12 nəfər. Neçə nəfər elədi? 13 nəfər. Və Hibatullah İbn Əhməd Süleym İbn Qeysin kitabında gələn bu hədisə dayanaraq deyirdi ki, imamların sayı 12 yox, 13'dür. Və təbii ki, bu mənada olan hədislər digər şiə kitablarında da mövcuddur. Məsələn, Usul-i Kəfidə 1-ci cild 532-ci səhifədə qeyd edilir ki, güya Cabir ibn Abdullah sahabə Fatimə anamızın yanına gəldi və gördü ki, onun önündə bir lövhə var, bir kağız var, yazı. Və o yazıda imamların adları yazılıb, imamların adları qeyd olunub. Və Cabir deyir ki, onları saydım, gördüm ki, 12 nəfərdir. Fatimənin övladlarından olan 12 nəfər. Deməli, Fatimənin övladlarından 12 nəfər, bir də Əli, elədi 13. Həmçinin başqa şiə kitabı, məsələn, Biharul Ənvarda, 36-cı cild 271-ci səhifədə. Güya Ənəs ibn Məlikdən rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhv etmirəmsə, soruşurlar ki, ey Allahın Rəsulu, yəni sənin həvarilərin kimlərdir? Allah Rəsulü da deyir ki, mənim həvarilərim və mənim dinimin yardımçıları Fatimənin və Əlinin nəslindən gələn 12 imamdır. Deməli, Əlinin nəslindən gələn 12 nəfər, Əli ilə birlikdə elədi 13 nəfər. Və yenə də Biharul Ənvarda 44-cü cild 139-cu səhifədə orada bir hədis qeyd edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu işə, yəni mənim dinimə Fatimənin və Əlinin nəslindən gələcək 12 nəfər, 12 imam sahib çıxacaq. Bu da Əli ilə birlikdə elədi 13 nəfər. Deməli, elə bu şiə mənbələrinə əsasən sən demə imamların sayı 12 yox, 13 imiş. Və Hibatullah İbn Əhməd kimi bu etiqadda olan tarixdə də şiə alimləri olubmuş.